Dostlar, hər vaxtınız xeyir olsun, gününüz xeyirli, uğurlu olsun. BYD haqqında suallar verirlər. İstədim ki, qısa video çəkim. Demək, BYD haqqında, yəni bildiyimiz BYD haqqında deyim. Sual verirlər ki, bəs qardaş, bu maşını toka qoyanda belə deyək də, yolda tok qutarsa nə etmək olar, nətər olacaqsa. İlk önce onu deyim ki, dostlar, bu maşın benzinlə işləyir. Standart benzindən və tokla işləyir. Toka qoyursunuz, siz tok qutarandan sonra, məsəl üçün, keçir avtomatik olaraq benzinə. Siz bu maşını benzinlə sürə-sürə də toku zaretkaya qoya bilirsiniz. Düzdür, belə deyək də, keyfiyyət baxımından bildiyiniz orijinal toka taxanda daha keyfiyyətli yığır, daha belə deyək də, maşın uçilin olur. Amma benzinlə, məsəl üçün, xodlananda, benzinlə xodlanırsa bu maşın, zaretkaya qoyursunuz, özü motorun gücündən, təkərin sürtünməsindən zaretka yığır. Yəni, toka qoymasaz da, evdə toka qoymasaz da olar. Yəni, narahat olmayın, yolda gedəndə həmçinin. Bir də ki, bunların bir gözəl xasiyyəti var. Məsəl üçün, yol gedirsiniz, avtopilota qoyursunuz, avtopilotu bir sürətdə tənzimli siz saxlayırsınız. Bir sürətdə tənzimli saxlayanda zaretka yığır. Belə deyək də, təkərin gücünə, təkər fırlanmasının gücünə zaretka yığır. Təzədən keçirirsiniz toka, sürürsünüz. Bunu həm toku, ayrıca tokla da sürə bilərsiniz. Həm ayrıca tok